KS Motovlog bu günlər isə Yamaha FZ6 N-i incələyəcək. Dostlar, bu günlər isə fərqli bir motosiklet gətirmişəm. Yamaha FZ6 N. Zaur, sən nə edirsən? Dostlar, bu günlər isə çox fərqli bir motosiklet gətirmişəm. Bu gördüyünüz motosiklet 2005-ci il istehsalı olan Yamaha FZ6 N. Bu bizim ənənəvi olaraq bildiyimiz, hər yerdə gördüyümüz Yamaha FZ-sin 600 cc olan modelidir. Axırdakı N-in də mənası naked deməkdir. Keçək motosikletin texniki göstəricilərindən başlayaq. Deməli, bu bike'da 600 kub santimetr həcmində 4 silindrli mühərrik var. Bu mühərrik də bizə 12.000 RPM-də 98 at gücü, 10.000 RPM-də isə 63 Nm tork hasil eləyir. Deməli, keçək sol tərəfdən başlayaq ayaqlıqlardan. Gördüyünüz kimi sürücü ayaqlıqları rezindən istifadə olunub. Qeyd edeyim ki, motosikletimizdə sahibinin dediyinə görə titreşim minimal səviyyədədir və rezin də bunun üstünə gələndə titreşim demək olar ki 0 dərəcədə hiss edirsiniz. Amma sərnişin üçün olan ayaqlıqlarda isə rezindən istifadə olunmayıb, dəmirdir. Biraz sizə oturacaq barədə məlumat vermək istəyirəm. Gördüyünüz kimi birləşik formada, yəni one seat adlandırdığımız oturacaq tərzi var və oturacağın yumşaqlığı həm sürücü üçün, həm də sərnişin üçün məncə kifayət qədər yumşaqdır. Yəni şəhərçi sürüşlərdə, hətta uzun sürüşlərdə belə inanmıram ki, sizi yorar. Gördüyünüz kimi bike'ımızın bagaj hissəsi də belə formada da oturacağın altı. Burada bir xeyli bölmə var. Deyim ki, yəni xeyli veş qoymaq olar bura. Disk kilidi olsun, nə bilim, əski, sənəd qabı və s. Bu şeskonik bu arada stok gələndə, yəni sahibi özü yerləşdirib bura, amma bir xeyli veş qoymaq olar bura. Öyrəşdiyimiz standart formada olan bagaj stili deyil. Normalda yəni sport bike'larda, naked bike'ların çoxunda da bagaj hissəsi burada olur. Amma bunda buradadır və maraqlı dizaynı var. Yəni xeyli də yerimiz var burada. İstifadə eləmək olar. Dostlar, bir şey də qeyd eləmədən keçmək istəmirəm. Bu motosikletin üstündə olan mühərrik 2003-cü ildə istehsal olunan Yamaha R6-larda olan mühərriklə eyni mühərrikdir. Sadəcə deyəcəksiniz ki, bəs bu R6 qədər gedirmi? Yox. Yəni çünki bayaqlara at gücündən və torkdan bəhs eləyəndə oradakı fərqi yəqin ki, hiss eləmisiniz. R6 bildiyim qədərilə 120 neçəsə 123 ya 127 at gücü olmalıdır. Bu eyni mühərrikdir 2003-cü ildə olan R6 ilə. Sadəcə olaraq biraz fərqlilikləri var. Qeyd edelim ki, motosikletimizin top speedi 260-dır. Bu motosiklet hal-hazırda stok deyil, RPM artırılma var bunda. Lakin stok olaraq maksimal sürəti 260-265 km-dir. Bu tərəfə keçdikdən sonra biraz sizə benzin sərfiyyatından və çənin tutumundan danışmaq istəyirəm. Çənimizin tutumu qeyd edirəm ki, 19,5 litrdir. Həmçinin motosiklet 95 oktanlı benzin istifadə eləyir. Sahibinin dediyinə görə də yüzə sərfiyyatı 6-5-6 litr arasıdır. O da ki, normal səliqəli sürüşdən indi biraz qolsaz təbii ki, sərfiyyat arta bilər. Bu sərfiyyata əsasən bax mənə biraz balaca gəldi. Yəni biraz da böyük olsaydı uzun sürüşlərdə daha rahat olardı. Sahibi demişəm, bu arada sahibinə salam olsun. Sağ olsun, vaxtını ayırdı, çəkiliş üçün bizə şərait yaratdı. Dostlar, yeri gəlmişəm motosikletdə oturuşluq tərzindən sizə danışmaq istəyirəm. Qeyd etdiyimiz kimi bu bike naked tərzdə bike'dır və oturuşluq tərzi o qədər sərt deyil, yəni sizi yoracaq tərzdə deyil. Oturacağın da yumşaqlığı, həmçinin ayaqlıqların rezin olmağı və motosikletin 4 silindr olub titreşimsiz olmağı da bütün üstün cəhətləri bir yerə yığır və bu da sizə ən maksimum rahatlığı təmin eləyir. Rulumuz standart naked tərzdə olan ruldan biraz fərqlidir, clip-on deyil. Həmçindəki buradakı əyimdən gördüyünüz üzrə çox da yuxarıda deyil. Yəni oturanda biraz sizi əyilməyə tələb eləyir. Amma çox cüzidir. Yəni sizi yoracaq qədər deyil. Həmçinin boy məsələsindən danışaq. Mənim boyum 1.75-dir və ayağım yerə pəncələrimin uzunda dəyir. Yəni sizin boyunuz hardasa 1.65-in, 1.70-in üstündə olsa, bu motosikleti rahatlıqla şəhər içində idarə edə bilərsiniz. Dostlar, ümumi sizə idarə etmə panelini göstərmək istəyirəm. Sağ tərəfdə gördüyünüz kimi kill switch, altında işə salma düyməmiz. Sol tərəfdə burada miqat, burada uzun qısa, burada avarenni, burada powerotniklə, burada da siqnaldır. Siqnalın da səsinə baxaq. Belə formadadır. İndi isə keçək pribora. Priborda sol tərəfdə. Bir dəqiqə, bir şey deməz. Burada 110 aynalarımız da var. Plus burada elə bir detay var ki, sorun çəkici yaxından göstərin zəhmət olmasa. Bunu heç bir motosiklet qaldıra bilmir. Yeganə bu motosiklet qaldırır. Çox, davam edəcək. Deməli, priborun sol tərəfində gördüyünüz kimi bildiriş işıqlarımız var. Neytralın işığı, injektorun işığı, yağın işığı, uzun qısanın işığı, həmçinin açarın da işığı burada mövcuddur. Priborun özündə isə sol tərəfdə taxometr, burada sürət, burada odometr, yəni ümumi probek, burada benzin göstərgəsi, burada isə temperaturun göstərgəsi, burada da saatımızı göstərir. Qeyd edeyim ki, sürətlər göstərgəsində, yəni priborda motosikletin hansı skorusda olduğunu göstərmir, sadəcə neytralın işığını göstərir. Motosikletin ümumi texniki təchizatından danışmaq istəyirəm. Məlum məsələ ili 2005 olduğuna görə işıqlandırması LED deyil, sadəcə
əsas işıqlandırması, yəni uzun və qısalara LED-dir. O da sonradan sahibinin taxdığı bir şeydir. Həmçinin ön hissədə və arxa hissədə də ABS mövcud deyil və ya traction control, həmçinin quick shifter mövcud deyil. Lakin quick shifter-ı qeyd edeyim ki, sonradan əlavə ödəniş verib üstünə alıb quraşdırmaq olur. Ön hissədə Nissin kaliperlərlə təchiz olunmuş, qoşa diskdən istifadə olunmuş əyləc sistemimiz var və deyim ki, motosikleti həqiqətən möhkəm şəkildə saxlamağa kömək eləyir. Arxada isə tək disk, yenə Nissin kaliperləri görmək mümkündür. Həmçinin təkərlərin ölçüsündən danışmaq istəyirəm. Ön təkərlərimizin ölçüsü 120-70-17, arxa təkərlərimizin ölçüsü isə 180-70-17-dir. Səs boğucunu isə göstərmək istəyirəm, çünki çox fərqli bir nüansdır bu. Öyrəşdiyimiz səs boğucu dizaynına oxşamır, yəni oturacağın alt hissəsindən çıxır. Hamıya maraqlı olacaq ki, bu səs boğucu bura istilik verirmi? Xeyr, vermir. Yəni bunun dizaynerləri sağ olsun elə fikirləşiblər ki, istiliyi yuxarıya keçirmir. Dostlar, indi isə sizə motosikletin səsini göstərmək istəyirəm. O möhtəşəm 4 silindir səsi. Yerində işləyərkən səsi belə formadadır. Bilmirəm sizə nə dərəcədə çatır, amma möhtəşəm səsi var. Qeyd edim ki, motosikletimizin quruluş teli stokdur və katalizator da üzərindədir. İndi isə siz üçün biraz qaz vermək istəyirəm. İndi isə gəldik yekun nəticəyə. Həmçinin sizə bir-iki şey də qeyd eləmək istəyirəm. Bu gördüyünüz motosiklet, dediyim kimi, tam adı Yamaha FZ6N-dir. Axırdakı N-in mənası isə naked deməkdir. Bu bizim bildiyimiz, ənənəvi hal-hazırda satılan 149 kub santimetr həcmində olan Yamaha FZS Deluxe və ya sadə FZS, tam adı biraz uzun olur. Yamaha FZS Deluxe gedir, səhv eləmirəmsə. Onun alt üstü isə olan modelidir. Və biraz ili köhnə olan modelidir. Yəni belə ümumi tərz olaraq, tip olaraq, model olaraq daha doğrusu eyni gedir ikisi də. Ümumi olaraq bu motosikleti almağa dəyərmi, almaq olarmı? Bu sualın cavabı belə deyim. Baxır siz bu motosikleti nə üçün istifadə eləmək istəyirsinizsə. Motosikletimizin sürəti, bayaq da qeyd etdiyim kimi, maksimum sürəti 260-dır. 4 silindir olduğuna görə də səsi həqiqətən mükəmməldir. Alıb almamaq bu sizin öz seçiminizdir. Həqiqətən rahatçılıq istəyirsinizsə, problemsiz motosiklet axtarırsınızsa, məncə almağa dəyər. KS Motovlogun da bu motosikletə ümumi xalı 10 üstündən 8. Dostlar, bugünkü videomuzda bu qədər. KS Motovlog bu günləri sizə Yamaha FZ6N-i incələdi. Motosiklet barədə başqa sualınız varsa, kommentlərdə bildirməyi unutmayın. Həmçinin başqa incələməyimi istədiyiniz motosiklet varsa, onu da kommentlərdə bildirin. Kanala abunə olun və zınqrovu açın ki, yeni videolardan xəbərdar olasınız. Hələlik, sağ olun.